İmam Zaman əleyhissalam gözlərdən uzaqdır. Biz fərəz intizarındayıq da. Gözümüz İmam Zaman ağanın gəlişini tikir. Elə hər gözünü yola tikən, əməlindən xəbər olmayan müntəzirdirmi? Yox. İntizar çəkənlərin sifətləri var. İmam Sadiq əleyhissalam buyurur: "Və liya'mal bil vara və muhasinil əxlaq." 2 dənə sifəti var intizar çəkənin. Bir, vərə, yəni Allah qorxusu. Günahla üzləşdiyi zaman Allahın qorxusu ona mane törədə, o günahı eləməyə. Həzrət Yusuf Allahın peyğəmbəri idi. O təhlükədən üzləşdi, Züleyxa gəldi, onun qarşısında dayandı, ona pis işi təklif elədi. Həzrəti Yusuf əleyhissalam orada Allah qorxusunu özündə formulaşdırır, dedi, yox, olmaz. Mən Allahdan qorxuram. Biz bəzən deyirik, Allahdan qorxuram, amma bu hər şey görürük. Allah qorxusu, o mane törədə bilmirsə, o qorxular davleniyaları fərqlidir. Demək, bu Allah qorxusu deyil. Dildə Allah qorxusudur. Əməldə gərək Allah qorxusu özünü icra eləyə. Praktiki olaraq, deyir, İmam Zamanın intizarına çəkənlərin birinci sifəti, İmam Sadiq əleyhissalam buyurur, vərə, Allah qorxusu onlarda ola. İkincisi nədir? Və muhasinil əxlaq. İkincisi də gözəl əxlaq. Bir Allah qorxusu ola, ikincisi də əxlaqı da gözəl ola. Əxlaqı gözəl olmasa, o Allah qorxusunda elə bir effekt yoxdur. Allah qorxusu o zaman insanın həyatında gözəl rol daşıyır ki, o qorxuyu qəlbində daşıyan insanın əxlaqı gözəl olar.